Axşamınız xeyir qızlar. Necəsiz? Biz də şükür Allaha yaxşı. Bayramınız mübarək olsun qızlar. Hər kəsin evinə Allah ruzi bərk yetirsin. Hər kəs evində süfrə aça bilsin. Qızlar, mən də paxlava xəmiri yoğurmuşdum dünən. Paxlava bişirdim. Qoğal bişirdim, şəkərbura bişirdim. Axşam saat 5-də bişirib qurtardım qızlar. Axşam saat 5-ə kimi bişirdim ki, qoy səhərə qalmasın. Qızlar, mən dəqiqliyini göstərmirəm. Çünki çox gözəl şirniyyat bişirən xanımlarımız var. Mən də onlara baxıram. Elə şeylər var ki, mən də bilmirəm. O xanımlara baxıram, o xanımların kanalına baxıram və onlardan öyrənirəm. Mən də belə bacardığımı bişirirəm qızlar. Uşaqlarım üçün, ailəm üçün. Qızlar, paxlava xəmirini biraz artıq yoğurmuşdum. Uşaqlar belə şirniyyatı xoşlayır. Mən belə həmişə bir stəkan artıq un töküb yoğururam ki, xəmir artıq qalsın. Uşaqlar bunu xoşlayır. Qızlar, paxlavam çox dadlı çıxdı. Çox da kövrək, çox da qəşəng çıxdı. Qızlar, qoğalın da xəmiri qəşəng gəlmişdi. Uşaqlar dəstən gətirib
Sonra başladım qoğal bişirməyə. Qızlar, qoğallarım belə çıxdı. Yəni dadlı oldu, dadı da qəşəng oldu. Bacardığım budur qızlar. Qızlar, şəkər burada pişirdim. Biraz uşaqlar dedim şəkər burada pişirim. Da şəkər burada sizə çəkmədim. Sizin üçün də yorucu olmasın. Onun üçün şəkər burada sizə də çəkmədim. Qızlar, burada atamgilə bayram payı düzəldirəm. Atamgil rayondan bizə pay göndərəcəkdi. Biz də dedik ki, biz də buradan biraz meyvə alaq. Biraz pişirim yataqdan qoydum qızlar. Yoldaşım da Allah razı olsun. Meyvə aldı, xiyar pomidor aldı, bir inab aldı. Bir atam köbələk xoşlayır, biraz köbələk aldıq. Belə şeylərdən alıb atamgilə bir balaca karafka düzəltdik. Aslında qasama demişdi ki, göndərmə. Çünki mənim bacım, bir bacım, böyük bacım mamagil olan rayonda olurlar. Ona görə o hər şey gətirəcəkdi. Mən dedim, yox da, yenə də mən də bir balaca pay düzəldək. Yoldaşım da Allah razı olsun, hər şey almışdı. Mən də bir balaca karafka hazırladım. Bizdə elə bir ki, mama papa ikisi qalırlar. Biz 3 bacı deyənə mama papa ikisi qalırlar. Qızlar, burada Eltimgirə pay düzəldirəm. Eltimi şu an balaca deyənə Eltim şirinət pişirə bilmir. Demişdim ki, mən göndərəcəm. Biraz hərəsinə biraz qoyuram qızlar.
Kızlar getdim markete. Marketten bir kişi aldım. Allah valideynlərimizin başımızın üstünə əksik eləməsin. Allah valideynlərimizi qorusun qızlar.
Kızlar bu gilas kompotudur. Bu heyvana nar. Bu gül suyudur kızlar. Alça turşusu. Kət yumurtası da gönderiblər kızlar. Xeylah gönderiblər. Özləri də Allah razı olsun. Allah min əvəzini versin. Kət yumurtası çox dadlı olur kızlar. Kət yumurtasına heç nə çatmır valla. Mən də uşaqlara verirəm. Kət yumurtası olanda hər gün olmasa da 2 gündən, 1 gündən bir mən yumurta yedizdirirəm uşaqlara. Ki xeyirlidir də. Qoy heç olmasa vitaminləri olsun. Hərdən yeyirlər yaxşı, hərdən yemirlər qızlar. Qızlar bu süzmədir. Amma süzmə də göndərib. Yaxşı olur süzmə. Dadlı olur. Bu şit şordur qızlar. Toroq. Bu da qızlar şorla pendirin qarışığı. Belə duzlu şu göndərib mama. Qızlar bu ağ alça tutmasıdır. Bu əzgil tüsü. Armud pavedlası. Bu zoğal turşusu. Bu qara gilas. Bu zoğal turşusu çərdəyi çıxmış. Ağ tut. Çələk mürəbbəsi. Bu da qatıq. Qızlar bu qaragavalın qurumuşu çox xeyirli bir şeydir qızlar. Çox xeyirlidir. Mən də uşaqlara hərdən verirəm. Bu lobyadır qızlar. Qızlar bu zoğal mürəbbəsidir. Qızlar bu güyəm kompotudur. Bu zoğal kompotu. Bu da xiyar tutması. Qızlar sağ olun. Gecəniz xeyrə qalsın. Mənə dəstək olmayı unutmayın.